Dondurma dadında 15 dəqiqəyə yayın ən sərin, ən dadlı şirniyyatını hazırladım. Əminliklə deyirəm ki, bu şirniyyatı yayda ən azı həftədə bir dəfə hazırlayacaqsınız. Qazana süd, yumurta, şəkər tozu, un və vanil əlavə edib qarışdırıb qazın üzərində qatlaşana qədər bişiririk. Daha sonra bişirdiyimiz kremi tam soyuduruq. Bizə belə peçenyalar lazım olacaq. Peçenyaları əlimizlə kiçik hissələrə bölürük. Daha sonra hazırlayacağımız qaba biraz krem, peçenya və çörək əlavə edirik. Bu prosesi 3-4 dəfə təkrarlayırıq. 1 saat soyuducuda saxladıqdan sonra ləzzətlə nuş edə bilərsiniz. Yüngül, çox ləzzətli yay deserti alınır. Təəssüf ki, hər çəkilişdən sonra istifadə etdiyim bütün süfrələrim istəmədən də olsa ləkələnir. Yuyub quruduram, elə yerindəcə ütüləyib çəkilişdə istifadə edirəm. Bu işdə sağ əlim isə QX markasının buxarlı ütüsüdür. QX-in bu buxarlı ütüsü vasitəsilə gündəlik geyimlərinizdən incə parçalı geyimlərinizə qədər tam səliqəli formaya sala bilərsiniz. Düşünürəm ki, bu buxarlı ütü hər xanımın evində olmalıdır. Videom qarşınıza çıxdısa səhifəmi izləməyi unutmayın. Hələlik.